Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar, hörmətli televiziya tamaşaçıları, cəmiyyət və ət verilişi efirdədir. Bildiyiniz kimi biz bu verilişdə cəmiyyətimizi narahat edən bəzi aktual məsələləri müzakirə edirik və bu işdə mənə kömək edənləri sizə təqdim eləmək istəyirəm. Qarşılayın Profesör Razıxan Minbərəkət və akademik Yoxbala Naşükürlü. Çox sağ olun ki, vaxtdan bizi bu verilişə gəlmişsiniz. Bugünkü mövzumuz isə belədir. Bəzi dırnaq arası show biznes nümayəndələrini televizorda göstərmək lazımdır ya yox? Sözü verirəm Profesör Razıxan Minbərəkətə. Buyurun, başlaya bilərsiniz. Məncə bu dırnaq arası müğənniləri bütün telekanallarda göstərmək lazımdır, özdə tez-tez. Çünki bizim son araşdırmalarımız onu göstərir ki, tamaşaçılara heyvan aləmi kimi verilişlər çox lazımdır. Çünki tamaşaçılar heyvanların həyatı haqqında çoxlu şeylər bilmək istəyirlər. Ona görə də bu dırnaq arası müğənnilərin haqqında olan verilişləri tez-tez göstərmək lazımdır. Mən sizinlə tam razıyam. Yox, mən ümumiyyətlə sizlə razı deyiləm. Çünki mən bu heyvanlar mövzusunu davam edərək demək istəyirəm ki, bu bayağı müğənniləri televizorda göstərmək olmaz. Çünki uşaqlar ən çox hara getmək istəyir? Təbii ki, zooparka, ondan sonrasında sirkə. Ay sağ olun. Amma bu bayağı müğənniləri televizorda, bu dırnaq arası müğənniləri də deyim, televizorda tez-tez göstərəndə uşaqlar zooparka da, sirkə də getmək istəmirlər. Belə olduğu halda zooparkın da, sirkin də alveri ölür. Deməli, bunları televizorda göstərmək olmaz nöqtə. Mən sizinlə tam razıyam. Mən sizi əmin edə bilərəm ki, bu bayağı müğənniləri televizorda göstərmək lazımdır. Xüsusən də türmələrdə, cəza çəkmə müəssisələrində özü də məcburi. Təsəvvür edirsiniz, türmədə yatan tustaq 5 il dayanmadan Üzeyrin və yaxud da İbrahim Borçalının klipinə baxın. O, indi siz düşünün, bir də cinayət törədib türməyə qayıtmaq istəyər? Heç mi? Əlbəttə ki, yox. Təsəvvür edirsiniz, məhkəmədə hakim deyir ki, siz 7 il rəqsanənin kliplərinə baxmağa məhkum olunursunuz. Çox dəhşətli bir cəzadır bu. Bəli, ona görə də biz bu bayağı müğənniləri bugün televizorda göstərməklə biz nə edirik? Cinayətkarlığın səviyyəsini aşağı salırıq. Mən sizdən tamamilə razıyam. Belə elə gəlir ki, ümumiyyətlə siz səhv danışırsınız. Bu bayağı müğənniləri televizorda göstərmək qəti şəkildə olmaz. Çünki hər il siz təsəvvür eləyin ki, Azərbaycana minlərlə turistlər gəlir. Bəli, bunu artıq statistikada bildirirsiniz. Bəli. Və mən qeyd eləmək istəyirəm ki, həmin bu turistlər, siz təsəvvür eləyin, gedirlər Azərbaycanın bütün gözəl cuşələrini gəzirlər, axşam da gəlirlər otelə. Televizoru yandırırlar və həmən bu bayağı müğənniləri televizorda görürlər. Düzdür? Ondan sonra həmən bu Çöpəyoğlunun turisti sizin fikrinizlə Azərbaycana gəlmək istəyər? Təbii ki, yox. Ay sağ olun. Elə məhz buna görə də mən deyirəm ki, bu bayağı müğənniləri televizorda göstərməklə biz Azərbaycanda turizmin inkişafına böyük bir zərbə vururuq nöqtə. Eşq olsun. Mən sizinlə tamamilə razıyam. Xoricilər demişkən, özünə müğənni deyən insanları televizorda göstərmək lazımdır. Özü də hərbi verilişlərdə. Özünüz yaxşı bilirsiniz ki, bugün bizə düşmən də baxır. Təsəvvür edirsiniz, verilişdə bizim tankımızı, topumuzu, raketimizi göstərirlər. Sonda da bu bayağı müğənniləri. Bu düşmən görsün ki, bizim topdan, raketdən, tankdan başqa daha da dəhşətli silahımız var. Özü də kütləvi qırğın silahı. Kütləvi. Bilirsiniz, mən sizinlə fəxr edirəm. Mən sizdən tam razıyam. Mən sizdən razı deyiləm. Show biznesdən heç kimi televizorda göstərmək olmaz. Xüsusən də səhərlər.
İndi deyim nəyə görə? Səhər tezdən vergi işçisi, yol müfəttişi, JEK müdürü səhər tezdən otururlar televizorda bu bayağı müğənniləri görürlər, sonra əsəbləşirlər. Bu əsəbi halda da gedirlər işə cəmaatın başına oylatırlar. Qəzəbi halda millətin başına itil oylatırlar. İndi siz başa düşürsünüz ki, nəyə görə bunları televizorda göstərmək olmaz? Nöqtə. Ben sizden tamamıyla razıyam. Mən tam qətiyyətlə bildirirəm ki, bu bayağı müğənniləri televizorda göstərmək lazımdır. Özü də bunu PEK vasitəsilə bütün dünyaya yaymaq lazımdır. Soruşacaqsınız ki, niyə? Ona görə ki, xaricdə bizim bu fəlakəti görəcək, bizə yazıqları gələcək və dünya ictimaiyyəti bizə humanitar yardım göstərəcəkdir. Ben sizinle tam razıyam. Aziz tamaşaçılar, verilişimizin aforizmi ise belədir. Hər insan ulduz ola bilər, amma hər ulduz insan ola bilməz. Sağ olun, gələn görüşlərə. Nəzər deyil.